Azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədovun sabiq deputat Qalib Salasadəyə Hacı Qalib 1 milyon dollar verməsi ilə bağlı xəbər sosial şəbəkələrdə və mediada ciddi müzakirə olunur. Yeni Sabah az xəbər verir ki, Hacı Qalib bu vəsaiti necə xərcləməsi haqda Globalifo azad danışıb. O deyib ki, Fərhad Əhmədov 1 milyon dolları həcc ziyarətinə adam göndərmək məqsədilə vermişdir. Mənə göndərilən vəsaitin hamısını aidiyyəti üzrə sərf etmişəm. Fərhad Əhmədov çox xeyirxah işlər görüb. O mənə 1 milyon dolları təxmini 15 il öncə vermişdi. Səhv etmirəmsə həmin dönəmdə heç deputat deyildim. Adam 200 min dollar Bilgəh qəbristanlığı üçün ayrıca pul göndərdi. Oranı abadlaşdırdı, ağaclar əkdi. Dedi ki, əzizləri də orada dəfn olunub. Bundan başqa 1 milyonu mənə o niyyətlə göndərdi ki, Qalib bəy bu pula cəmaatı ziyarətə göndərin. Hacı Qalib həmin pulla həcc ziyarətinə 500 nəfərdən çox zəvar göndərdiyini bildirib. Mənim şahidlərim də var. O puldan bir qəpik başqa istiqamətə xərclənməyib. Bəli, ehtiyacı olanlara dəstək olunub, amma ümumi məbləğdə 500 nəfərdən çox şəxsi həcc ziyarətinə göndərmişik. Pulu verən adam qalıb kənarda, kimsə gəlib hesabat aparır. Allah şahiddir ki, o məbləğdən özümə götürməmişəm. Qalib Salasadə Fərhad Əhmədovla olan münasibətlərindən bəhs edib. Fərhad Əhmədovla münasibətim yaxşıdır. Adam gizli şəkildə yüzlərlə ehtiyaclıya dəstək olub. Sonuncu dəfə Bakıda 6-7 ay öncə görüşmüşük.